Bir-birindən ana, qız kimi münasibətləri olması lazım olan kəslər niyə görə davakar olsunlar ki? Cəmiyyətimizdə qaynana və gəlin deyəndə insanların ağlına sanki mənfi bir dənə düşüncə gəlir. Bir-birindən ana, qız kimi münasibətləri olması lazım olan kəslər niyə görə davakar olsunlar ki? Təbii ki, bizim cəmiyyətimizdə bir-birindən gözəl şəkildə, mehriban şəkildə dolanan qaynana və gəlinlər var. Amma bu barədə bir çox pis nümunələr də var ki, bəzən bu məsələlər səbəb olur ki, ailələrdə söz-söhbətlər, problemlər baş alıb gedir. Bəzən olur ki, bir də görsəm, ailələr dağılır və burada ən böyük zərbə kişiyə dəyir. Çünki bəzən kişi ortada qalır, bilmir ki, necə eləsin ki, bu məsələlər həll olsunlar.